Salam dəyərli müqavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Hülakilər, digər adı ilə Elxanilər dövləti. Hülakilər dövləti 1258-ci ildən 1357-ci ilə kimi mövcud olub. Yaradıcısı Hülakü xandır. Hülakü xanın məsləhətçisi Nəsrəddin Tusi olmuşdur. Nəsrəddin Tusi Abaqa xanın vəziri də olur. Deməli, Hülakilər dövlətində siyasi və iqtisadi mərkəz Azərbaycan idi, dəyərli yoldaşlar, Azərbaycan. Yaylaq olaraq Qarabağı seçmişdi Hülakü xan, qışlaq olaraq Muğan və Arranı seçmişdi. Ümumiyyətlə, Azərbaycan şimallı-cənublu ərazisi 250 min kvadrat kilometr idi. Deməli, Hülakü xan öz siyasətində, mərkəzləşdirmə siyasətində arxalanırdı köçəri feodallara, yerli feodallara sıxışdırırdı. Şəhzadə Yuşmutu Azərbaycana, yəni Arrana daha doğrusu, Arrana hakim təyin etmişdi, yəni Şimali Azərbaycana hakim təyin etmişdi. Qurduğu mərkəzləşdirilmiş dövlət nəyə əsaslanırdı? Əhalinin istismarına, yerli feodalların sıxışdırılmasına. 1258-1265-ci illərdə Hülakü xan hakimiyyətdə olub. Hülakü xan ilk Qızıl Ordu hücumlarını da dəf etmişdi. Hülakü xanın ölümündən sonra nisbətən vəziyyət dəyişdi. Belə ki, hakimiyyət uğrunda mübarizələr və Qızıl Ordu ilə yeni müharibələr oldu. Ümumiyyətlə, Qızıl Ordu ilə Hülakülər arasında müharibələrin 3 səbəbi var idi. Birincisi, Azərbaycan uğrunda gedirdi. Yəni, Hülakülər dövləti Azərbaycanı ələ keçirdikdən sonra buna deməli etiraz edirdi Qızıl Ordu dövləti. Sonra Qızıl Ordunun marağında deməli əlverişli qışlaqlar olan Muğan, Mil, Şirvan onların marağındaydı, onu ələ keçirmək istəyirdilər və ən əsası və üçüncü səbəb isə deməli Azərbaycanın ticarət yolları üzərində yerləşməsi və ticarət hegemonluğunu ələ keçirmək uğrunda mübarizə gedirdi. Dəyərli yoldaşlar, sonradan hakimiyyətə Qazan xan gələcək. Qazan xanın hakimiyyət illəri 1295-1304-cü illəri əhatə edir. Qazan xan özünün islahatları ilə tarixə düşmüş bir hökmdardır. Qazan xan hakimiyyətə gələn kimi Hülakü xanın əksinə olaraq deməli, Monqol əyanlarının qiyamını yatırtdı, yəni Monqol feodallarını zərərsizləşdirdi, yerli feodallara arxalandı. Görürsünüz, Hülakü xan və hətta ondan öncə deməli, Ali Monqol xaqanlığının Azərbaycanda olan canişini Arğun ağa da köçəri Monqol feodallarına arxalanırdı, yerli feodalları sıxışdırırdı. Amma bunların əksinə olaraq Qazan xan yerli feodallara arxalanırdı, köçəri feodalları, Monqolları sıxışdırırdı. Başlayaq deməli Qazan xanın islahatlarından. Torpaq islahatı, dəyərli yoldaşlar. Torpaq islahatı Qazan xan apardığı islahat nəticəsində yalnız hərbiçilər iqta torpağı ala bilərdi. Bu iqta torpaqları 3 torpaqdan verilirdi. Deməli, hansı torpaqlardan? İnci torpaqlarından, Bayraq torpaqlarından və Divan torpaqlarından. Deməli, iqta torpaqları alınıb, satıla və bağışlana bilməzdi. 1303-cü ildə kəndliləri təhkim elədi. Yəni, kəndlinin yaşadığı ərazini tərk etmək hüququ əlindən alındı. Neçənci ildə? 1303-cü ildə. İnci torpaqları, deməli, xan və xan nəslinə məxsus torpaqlardır. Bayraq torpaqları isə əvvəllər sahibsiz qalmış, sonra Monqol feodallarının əlinə keçmiş. Qazan xanın islahatı nəticəsində Monqol feodallarının əlindən alınaraq əhaliyə paylanmış torpaqlar bayraq torpaqları idi, dəyərli yoldaşlar. Demək, vergi islahatına gəldik. Vergi islahatı çox kəskin mübarizə şəraitində keçirilirdi. Çünki iri feodallar özləri üçün aldıqları vergilərdən imtina etmək istəmirdilər. Deməli, bu mübarizə şəraitindən keçməsinə baxmayaraq vergi sistemində qayda-qanun yarada bildi Qazan xan. Deməli, xüsusi vergi siyahıları tutuldu, vergi verənlərin siyahısı tutuldu. Sonra vergi verənlərin nə qədər vergi ödəyəcəyi konkretləşdirildi və lövhələrdə həkk olundu ki, hər kəs bunu görsün və bilsin.
Qanunsuz vergilər də deməli qadağan olundu. Qanunsuz vergilər qadağan olundu. Vergilərin toplanması mərkəzi divana həvalə olundu. Vilayət hakimlərinin vergi yığmaq hüququ əlindən alındı, qadağan olundu. 3 il müddətinə vergi toplanması 3 il müddətinə deməli icarəyə verildi. Hansı vergilər vardı dəyərli yoldaşlar? Üzr istəyirəm. Demək, hansı vergilər var idi? Əsasən tamğa vergisi, bac vergisi və qovçur vergisi. Tamğa vergisi pul şəklində alınırdı və şəhər sənətkarlarından alınırdı. Bac, o da pul şəklində alınırdı və tacirlərdən alınırdı, dəyərli yoldaşlar. Qovçur nə idi? Qovçur əvvəllər köçəri maldarların ödədiyi vergi idi. Qovçur əvvəllər köçəri maldarların ödədiyi vergi idi. Sonralar isə can vergisinə çevrilmişdi. Kimlərdən alınırdı can vergisi olarkən? Deməli, şəhərlilərdən və kəndlilərdən alınan vergi idi. Qazan xanın bundan sonraki islahatı olan dini islahatın nəticəsində yavaş-yavaş qovçur vergisi sıradan çıxacaq, ləğv olunacaq. Deməli, 13-14-cü əsrlərdə sənətkarlar əxilik adlanan təşkilatda birləşirdi. Buna sənətkar birliyi deyilirdi 13-14-cü əsrlərdə. Amma 17-ci əsrdən sonra biz gələcəkdə keçəcəyik bunun növbəti dərslərimizdə, bu artıq əsnaf adlanırdı. Yaddan çıxartmayaq, unutmayaq, 13-14-cü əsrlərdə sənətkar birliklərinə əxilər deyilir, əxilik. Osmanlıda buna ahilər deyirdilər. Deməli, 17-ci əsrdən başlayaraq isə əsnaf adlanırdı, elə Osmanlıda da buna əsnaf deyirdilər. Düzdür, bu Osmanlıda bu, deməli, dərsliklərimizdə yoxdur, bir əlavə məlumat kimi sizə verdim. Məhkəmə islahatı, Qazan xanın məhkəmə islahatı. Deməli, məqsəd nə idi burada? Məhkəmə sistemində qanunsuzluqlar çox idi və onun qarşısını almaq lazım idi. Məqsəd qanunsuzluqların qarşısını almaq. Qarşıda duran əsas vəzifə nə idi? Qazı vəzifəsinə layiqli din xadimlərini təyin etmək. 30 il müddətində mövcud olmuş və həllini tapmayan iddia sənədləri qüvvədən düşdü. 30 illik iddia sənədləri qüvvədən düşdü. Kimsə, məsələn, 30 ildən artıq bir müddətdir nəyəsə iddia edir və o öz həllini tapmır, o qüvvədən düşdü. Qazıların səlahiyyətləri dəqiqləşdirildi və qanuna ciddi əməl edəcəkləri haqqında baş qazıdan, yəni məhkəmə sədrindən qəbz alınması tətbiq olundu, qəbz alınması. Deməli, Qazan xanın tam həyata keçməyən islahatı məhkəmə islahatıdır, bu yarımçı qalmışdı. Gəlirik dini islahatına. Qazan xanın dini islahatı mahiyyəti nə idi? Yerli feodalların və müsəlman din xadimlərinin rəğbətini qazanmaq, onları öz tərəfinə çəkmək. Onun üçün də İslam dinini qəbul etdi Qazan xan, İslam dinini qəbul etdi. Mahmud adını aldı. Sonradan yaradılacaq deməli Mahmudabad şəhəri ki salınır. O elə Qazan xanın müsəlman olduqdan sonra aldığı ad Mahmud adına salınmış şəhərdir. Deməli məqsəd dediyimiz kimi oturaq feodalları və müsəlmanların din xadimlərini öz tərəfinə çəkmək, özünə sosial dayaq yaratmaq. Sonra gəlir rabitə islahatı. Rabitə islahatı dəyərli yoldaşlar 2 il müddətinə həyata keçirilib. Vahid rabitə sistemini yarada bildi Qazan xan. Yamlar təşkil olundu. Yam nə idi? Hər 3 fərsəxdən bir, təqribən 21 kilometr, hər 3 fərsəxdən bir yamlar vurulurdu. Məlumat gəlirdi bir yama, oradan digərinə çatdırılırdı, oradan digərinə çatdırılırdı. Belə bir əlaqə sistemi qurmuşdu. Deməli, elçilərin və yam əməkdaşlarının, işçilərinin rəiyyətin evində qalması qaydasını ləğv elədi. Bunun üçün karvansaralar tikdirdi və rəiyyət üçün əhalidən vəsait toplanmasının da qarşısını aldı. Göründüyü kimi Qazan xan bütün sahələrdə ciddi strateji tədbirlər görür. Gəlirik ticarət islahatına. Ticarət islahatı. Vahid pul çəki ölçü sistemi tətbiq olundu. Gömrükdə həm şəhərlər arası, həm ölkəyə daxil olan mallarla əlaqədar gömrük sistemində ciddi deməli qayda-qanun tədbirləri görüldü ki, ticarət inkişaf etsin.
Dəyərli yoldaşlar, Hülakilər dövlətinin ikinci hissəsinə növbəti slaydımızda keçəcəyik. İzləmədə qalın. Dəyərli yoldaşlar, keçirik Hülakilər dövləti mövzusunun ikinci hissəsinə. Biz öncəki dərsdə nə demişdik? Qazan xanın islahatlarından danışmışdıq və bu islahatların nəticəsi olaraq Hülakilər dövlətində iqtisadiyyat canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı və mərkəzləşdirilmiş hakimiyyət gücləndi. Daha sonra hakimiyyətə Məhəmməd Olcaytu gələcək. Qazan xandan sonra 1304-1316-cı illərdə hakimiyyətdə olub. Olcaytu deməli islahatları davam etdirir, Qazan xan islahatlarını və mərkəzi hakimiyyəti daha da gücləndirir. Amma ondan sonra vəziyyət heç də ürək açan olmur. 1316-1335-ci illərdə Əbu Səid hakimiyyətdə olur. Deməli, Hülakilər dövlətində bu zaman feodal ara müharibələri şiddətlənir. Əsarət altına alınmış xalqların üsyanları çoxalır. Deməli, bu Əbu Səidin yaşı az idi. Az olduğu üçün baş əmir Çoban faktiki hakimiyyəti əlinə keçirmişdi. O, Sulduz qəbiləsindən idi. Bir haşiyə çıxım, Sulduz qəbiləsi vaxtı ilə Temuçin, yəni Çingiz xanın ilk adı Temuçin, deməli, tərk olunanda, ölümə tərk olunanda onu xilas edən qəbilənin nümayəndəsidir. Yəni, Sulduz qəbiləsi həmin qəbilədir. Əmir Çoban o qəbilənin nümayəndəsidir. 1318-ci ildə Xorasanda qiyam olur, yəni Əmir Çobana qarşı qiyam olur. Yəni, bu o deməkdir, elə Əbu Səidə qarşı qiyam kimi də götürə bilərik. Bu qiyamı yatırdır Əmir Çoban. Əmir Çoban Qızıl Ordunun hücumlarının qarşısını alır və onları geri oturdur. 1319-cu ildə yenə də qiyamlar olur. Harada? Gürcüstanda, Naxçıvanda və Sultaniyədə deməli qiyamlar olur Elxanilərə qarşı. Əbu Səid bu qiyamları yatırarkən şücaət göstərir və Bahadır ləqəbi alır. Deməli, daha sonra Əmir Çoban öz hakimiyyətini gücləndirmək üçün və möhkəmləndirmək üçün öz qızı ilə, deməli, Əmir Çoban öz qızı ilə Əbu Səidi evləndirir. Lakin Əbu Səid artıq yaşa dolur, daha təcrübə qazanır və Əmir Çobanın oğlanlarını özü üçün real hakimiyyət təhlükəsi görürdü və onların hakimiyyətə belə müdaxiləsi ilə heç cür barışmırdı. 1328-ci ildə Əbu Səid həm Əmir Çobanı, həm də oğlanlarını edam etdirir. 1335-ci ildə deməli Özbək xan kimdir? Özbək xan Qızıl Ordu xanıdır. Hücum edir Azərbaycan torpaqlarına və Kür çayına qədər gəlir çatır. Əbu Səid deməli Özbəyi geri oturdur. Məğlub eləyir, onu qovub çıxardır. Amma özü də həmin vaxt öldürülür. Dəyərli yoldaşlar, Hülakilər dövlətinin son dövrü Çobanilər dövrüdür. Çobanilər dövrü. Çobanilər bildiyimiz kimi Əmir Çobanın davamçılarından söhbət gedir. Deməli, 1338-ci ildən 1357-ci ilə qədər Elxanilər dövlətini Çobanilər idarə edir. Düzdür, Çobanilər dövləti kimi yox, amma faktiki hakimiyyət onların əlində olur. Deməli, hakimiyyət mübarizəsi var idi. Öncə deyim ki, Əbu Səidin ölümündən sonra ciddi hakimiyyət mübarizəsi var idi. Bu hakimiyyət mübarizəsində test sualıdır. 3 qrup deməli mübarizə aparırdı. Cəlairilər, Çobanilər və Şirvanşahlar. Şeyx Həsən Çobani, yəni Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani 1338-ci ildə feodal qruplarını və xüsusilə də Cəlairiləri məğlub edir və Çobanilər dövrünü başladır. Şeyx Həsən Çobani elə ki Cəlairiləri məğlub edir, Əbu Səidin bacısı olan Satıbəy xatunu padşah elan edir. Özü isə baş əmir olur. Babası Əmir Çoban kimi baş əmir olur. Və faktiki olaraq dövləti deməli o idarə edirdi. 1344-cü ildə Şeyx Həsən Çobani öldürülür. Onun yerinə qardaşı Məlik Əşrəf gəlir. Məlik Əşrəf Azərbaycanda öz zülmü ilə ad çıxartmışdı. Ona görə də Təbriz əhalisi üsyan qaldırır. Kimə qarşı? Məlik Əşrəfə qarşı.
Məlik Əşrəf bu üsyanı yatırdır və qarətçiliklə məşğul olur. Amma Çobanilər müstəqil dövlət yarada bilmir. Hülakilər dövlətində, yəni o Hülakilər səltənətini bitirib Çobanilər dövləti, müstəqil Çobanilər dövləti yarada bilmir. Biz bunu harada görürük ki, dövlət olmayıb? Deməli, görürük xütbələrdə, pul kəsilməsində və fərmanlarda Elxanilərin adı keçir. Diqqət, xütbələrdə, pulların üzərində və fərmanlarda Elxanilərin adı keçir. Buradan görürük ki, müstəqil Çobanilər dövləti yaranmır. Amma faktiki hakimiyyət onların əlində olur. Deməli, Çobani zülmü o həddə çatmışdı ki, əhali Qızıl Ordadan kömək istədi. Qızıl Orda xanı o vaxt Canıbəy idi. Əhali Canıbəyi çağırır Azərbaycana. Canıbəy gəlir, Təbrizi tutur və Hülakilər dövləti süqut edir. Neçənci ildə? 1357-ci ildə. 1357 dəyərli yoldaşlar, süqut edir. Təbriz tutulur, Hülakilər süqut edir və Çobani səltənətinin dövrü də bitir. Deməli, Canıbəy oğlu Bərdi bəyi burada hakim təyin edir, özü isə Qızıl Ordaya qayıdır. Lakin Bərdi bəy eşidir ki, 2 aydan sonra Bərdi bəy eşidir ki, atası vəfat edib, atası ölüb, ona görə Azərbaycanı tərk edir, atasının ölümü ilə əlaqədar və Qızıl Ordu dövrü də bitir. Yəni, Qızıl Ordu qısa müddətli 2 ay Azərbaycan torpaqlarını deməli, idarə edir. Dəyərli yoldaşlar, Hülakilər dövləti haqqında məlumatlar bu qədər. İzləmədə qalın, videolarımız davam edir.